1 il ərzində övladınıza süd verin. Amma 1 ildən sonra artıq verilən südün övladınız üçün heç bir əhəmiyyəti yoxdur. Onun sudan fərqi yoxdur. Onsuz da övladınız əlavə qidaları qəbul eləyir və sizin ona süd verməyinizin onun üçün heç bir əhəmiyyəti yoxdur. Ancaq 1 yaşa qədər vermək lazımdır. Təbii ki, ana südü əvəz edilməz bir qidadır. Və artıq süd vermə dayandırılıbsa, 6 ay ərzində artıq süd vəzindən ifrazatın gəlməyə dayanmalıdır. Əgər dayanmırsa, o zaman həkimə müraciət etmək lazımdır ki, səbəb nədir? Çox zaman prolaktin hormonu uzun müddətli yüksək qalır və bu səbəbdən də ifrazat gəlməyə davam eləyir. Müəyyən dərman preparatları var ki, onları verib südü tamamilə kəsə bilirik. Ola bilər belə bir sual yaransın ki, nəyə görə südü kəsirsiniz? Az da olsa gəlir, orada bir problem olmaz və yaxud da mayedir, axmır, qalsın orada. Bu gələcəkdə süd vəzi axarlarının genişlənməyinə, axar-daxili iltihabi prosesə, duktitlərə və eyni zamanda da çoxsaylı süd vəzi kistlərin əmələ gəlməsinə səbəb ola bilir və kistlər də ilkin mərhələdə çox kiçik ölçülərdə ziyansız bir struktur olsa da, ancaq çox böyük həcmli ölçülərə çatanda artıq onlarda divaryanın komponenti əmələ gəlir və nəticə olaraq da gələcəkdə sistoidinokarsinoma dediyimiz kistadan inkişaf edən bir xərçəng növü var, o yarana bilər.